Deməli, yoldaşlar, çəki nə idi? Cismin çəkisi kütlədən fərqli olaraq çəki ilə kütlə fərqli anlayışlardır. Kütlə bizim bildiyimiz elə kiloqram, amma çəki qüvvədir. Çəki qüvvədir və dayağa və yaxud askıya tətbiq olunur. Dayağa və askıya tətbiq olunan qüvvəyə biz deyirik çəki. Çəki hansı hərflə işarə olunurdu? P hərfi ilə işarə olunurdu. Böyük P və çəkinin vahidi qüvvə olduğu üçün vahidi Newtondur. Qüvvə vahidi Newton. Yəni misal üçün birinci sualın cavabı ilə Newton gəlir qabağımıza. Və çəkinin düsturu, yəni P bərabər mg. Bu nə vaxt olurdu? Sükunətdə olduqda və yaxud düz xətti bərabər sürətdə hərəkət etdikdə. Sükunətdə olduqda və yaxud düz xətti bərabər sürətdə hərəkət etdikdə çəkinin qiyməti elə mg-yə bərabər. Yəni təcil yoxdur da, a yoxdur. Əgər təcil olsa, şaqırı yuxarıda mg plus a olacaq. Şaqırı aşağıda mg çıxılsın a olacaq. Misal üçün, ikinci sualda deyir ki, kütləsi 630 qram olan sükunətdəki cismin çəkisini geri hesabla. Burada da yenə elə normal qaydada P bərabərdir mg düsturundan istifadə edəcəyik və kütlənin qiymətini 630 qramı kiloqrama çevirsək, 1000-ə bölürük, olur 0,63. Onu da təzədən J-yə 10-a vursaq, J-nin qiymətini 10 götürürlər. Bu da bizə verir 6,3 Newton. Yəni cavabımız olacaq burada. Misal üçün, ikinci sualda B variantı. Bunu biraz böyüdək. Çəki P bərabərdir mg olduğundan kütlədən düz mütənsib asılıdır. Yəni düstura görə baxırıq və görürəm ki, çəki kütlədən düz mütənsib asılıdır. P bərabər mg. Düz mütənsib aslında qrafik necə olacaq? 3-də D variantı. PM-dən düz mütənsib asılıdır. Misal 4-cü sualda da səndən çəkilər arasındakı münasibəti soruşur. Burada da yenə kütləsi böyük olanın çəkisi də böyük olacaq və birincinin kütləsi daha böyük olduğu üçün, ikincidən 3 dəfə böyük olduğu üçün çəkisi də 3 dəfə böyük olacaq birincinin. Misal üçün, o bir sualda da ikincinin kütləsi 2 dəfə çox olduğu üçün çəkisi 2 dəfə çox olacaq. Əsas məsələlərdən biri uşaqlar. Qeyd kimi yadda saxlayırsınız ki, sərbəst düşmə çəkisi halıdır. Sərbəst düşmə çəkisi halıdır. Çəkisi deməkdir. Yəni, kosmosda sərbəst düşmə çəkisi halıdır və bu zaman cisim sərbəst düşürsə çəkisi sıfıra bərabərdir. Sərbəst düşmədə çəki sıfıra bərabər olur. Sonra keçən növbəti səhifəmizə bayaq dedim uşaqlar, şaqırı yuxarı yönəlmədi. Yəni başqa bir şey verməyibsə, yeniləşən yavaşlayan söhbəti deyilsə, şaqırı yuxarı yönəlmiş A təcili hərəkət etdirilən M kütləli cismin çəkisi elə mg plus A iləndir. Təcil yuxarı yönəlirsə, çəki artır mg plus A olur. Burada da şaqırı aşağı yönəlmiş A təcilən deyirsə, artıq çəkinin qiyməti azalacaq. Yəni təcil aşağı yönəlir, şaqırı aşağı yönəlib təcil. Çəki də onda deməli azalacaq, olacaq mg çıxılsın A. Təcil yuxarı yönəlibsə mg plus A, təcil aşağı yönəlibsə mg minus A olmuş olur. 9 bizim çəkinin tərifidir. Cismin yerin cazibəsinin nəticəsində dayağa və askıya göstərdiyi təsir qüvvəsi, dayağa və askıya göstərilən təsir qüvvəsi adlanır cismin çəkisi. Dayağa və askıya göstərilən təsir qüvvəsi adlanır nə? Cismin çəkisi. Ee, harda sıfır olmadı? Hansı sualda sıfır olmadı? Niyə olsun ki? Səbəşmədir ki o. Səbəşmə başqa hərəkət edir, şaquli yuxarı başqa hərəkət edir. Bəli. Şaquli yuxarı, şaquli aşağı başqa hərəkətdir, səbəşmə başqa hərəkətdir.
Sonra 9. Cismin yerin cazibəsinin nəticəsində dayaq vasitə göstəricisi dedik. 10. Liftdəki tərəzinin özünə adam dayandırmışdı. Nə dayanmışdı? Üzərində adam dayanmışdı. Lift aşağı yıxılmış A tərəzi ilə hərəkət etdikdə tərəzinin göstərişini necə dəyişər? Tərəzinin göstərişi o demək ki, çəkisinin artıb azalmasıdır. Çünki çəki artısa demək kütləsi də artacaq. Burada da A bərabərdir 0,5 J-dirsə və aşağı yuxarı yönəlibsə, düsturumuz nə olacaqdı? P bərabərdir M J plus A. Onda M J plus onda 5 J-ni qoysaq A-nın yerinə nə olacaq? Onda 1,5 M J. Yəni qiymət 1,5 dəfə artmış olacaq. Onda cavabımız olacaq D variantı. Liftdəki tərəzinin göstərişi bizim çəkimizi göstərəcək və əgər çəkinin qiyməti 1,5 dəfə artırsa, deməli tərəzinin də göstərişi 1,5 dəfə artmış olacaq. 10-cu sualda deməli D variantı. Yaxşı, təcrübən tormozlanaraq enmə, yuxarı bərabər yavaşlayan, bunlardan necə gedəcək? Deməli, yoldaşlar, əgər, əgər deyirsə sənə yuxarı hərəkət edir, deməli, hərəkət istiqaməti yuxarıdır. Bu zaman yavaşlayan deyirsə, təcrübə onunla əks istiqamətdə yönəlir. Çünki yavaşlayanda təcrüblə sürət əks istiqamətdə yönəlir. Deməli, təcrübə aşağıdır. Bu zaman çəki nə oldu? Azalır. Çünki təcil aşağıda olur M, J çıxılsın. Əgər cisim yuxarı yönəlibsə və sürəti deməli yuxarıdır, yeniləşən hərəkət edirsə, yeniləşən. Onda təcil də sürətlə eyni istiqamətdə yönəlir. Təcil də deməli yuxarıdır. Bu zaman təcil yuxarı olduğu üçün çəki olur M, J plus A. Sonra gəlir aşağı. Hərəkət aşağıdır. Aşağı yeniləşirsə, təcil də yeniləşən olduğu üçün sürətlə eyni istiqamətdə aşağı yönəlir. Bu zaman çəki olur M, J çıxılsın. Aşağı hərəkətdir, sürət aşağıdır, yavaşyandırsa, bu zaman əks istiqamətdə yönələcək təcil, çünki yavaşyanda sürətlə təcil əks istiqamətdir, təcil onda yuxarı yönələcək. Təcil yuxarı yönəldiyi üçün çəki olacaq M, J plus A. İndi yoldaşlar, rahat yadda saxlamaq üçün Lorel qaydamızda nə demişdik? Demişdik ki, yuxarı yeniləşirsə, yuxarı yeni söhbəti varsa, yuxarı da müsbət bir anlayışdır, yeniləşən də müsbət bir anlayışdır. Azərbaycan dili ilə gedirik. İkisi də müsbətdir, riyaziyyatla gedirik. Müsbət vurulsun müsbət oldu müsbət. Deməli, çəki artdı. M, J plus A oldu. Yuxarı yavaşlayan söhbəti varsa, yuxarı müsbət bir anlayış, yavaşlayan mənfi bir anlayış. Bu zaman müsbətdir, bu da mənfidir. Müsbət mənfiyə vuruldu, mənfi. Çəki azaldı. M, J plus, J minus A. Aşağı hərəkətdir, aşağı yeniləşəndir. Aşağı mənfi anlayış, yeniləşən müsbət anlayış, mənfi, müsbət bir-birinə vurulur, olur mənfi. M, J çıxılsın. Aşağı yavaşlayan, bu da mənfi anlayış, bu da mənfi anlayış. Mənfi mənfiyə dəyər, müsbət olur, çəki artır. M, J plus A. Bu bizim Lorry qaydamız. İndi baxırıq indi 11-ci suala bu qayda ilə gedirik. Bizə deyir ki, tormozlanaraq enirdir və bu zaman kosmik gəmidə M kütlə cismi çəkisi P-yə bərabərdir. Gəmi hansı tərzdə hərəkət edir? Bunlar qeyd olunursa, sağ tərəfə silirəm. Kimə lazımdırsa, çatdıra bilməyən skrin eləsin, geçsin.
Aha. Deməli yoldaşlar, 11-i bu üsulla həll eləsək, bax yoldaşlar. Burada biraz söz dəyişib tormozlanaraq söhbəti var. Tormozlanma elə yavaşlayan deməkdir. Yavaşlayan deməkdir. Tormozlanma yavaşlayan deməkdir. Yəni tormoz nədir? Sürətin azalması, yavaşlayanda sürət də azalır. Eyni şeydir. Tormozlanma deməli yavaşlayan deməkdir. Bərabər yavaşlayan. Enmə də aşağı deməkdir. Biraz Azərbaycan dili varsa bilinər. Enmə demək aşağı deməkdir. İndi bu zaman ya aşağı yavaşlayanda çəki nə olurdu? Artırdı. P bərabərdir M J plus A. Buradan nəyə deyir? Təcili tap, anı tap. Yəni boş bir təcil sözü varsa bu A-dır. İndi buradan olacaq J plus A bərabərdir P bölünsün M. P-ni M-ə bölürəm. Artıq riyaziyyatdır bu. Buradan da A-nı tapanda P bölü M çıxısın nə olur? J olur. Yəni cavabımız olacaq burada 11-də D variantı. Bəli, D variantıdır. Salam xanlar. Davam edirik. 12 də həmin üsullandı və 13-də də uşaqlar sərbəstləşmə deyirsə yenə çəki kimi yadda saxlaya bilərsiniz ki, 0 götürəcəyi cavabı. Yəni sərbəstləşmədə cisimlər sərbəstləşirsə, qeyd kimi yadınızda saxlayırsınız ki, ikinci cismin birinci cismə və yaxud birinci cismin ikinci cismə göstərdiyi təsir qüvvəsi də yenə çəki kimi sıfıra bərabər olur. Cisimlər sərbəstləşirsə, çəkidə olduğu kimi birinci cismin ikinci cismə və yaxud ikinci cismin birinci cismə göstərdiyi təsir qüvvəsi sıfıra bərabər olmuş olur. Yəni iki dənə cisim sərbəstləşir, yəni bir-birinə təsir göstərməyərək düşürlər. İkisi də ağırlıq qüvvəsinin təsiri altında yerə düşür. Yəni başqa bir qüvvənin təsiri altında yerə düşürlər. Sonra çəkini hansı cihazla ölçmək olar? Dinamometrlə. Yəni çəki qüvvə olduğu üçün bunu mən dinamometrlə ölçə bilərəm. 15-də cavabımız olacaq D variantı və dediyimiz kimi kütlə 2 dəfə artırsa çəkinin üstürə elə mg, çəki kütlədən düz mütənsib asılıdır. Kütlə 2 dəfə artırsa cismin çəkisi də 2 dəfə artmış olacaq. Yaxşı. Çəki nə zaman sükunətdəki çəkidən? Yəni çəki sükunətdəki çəkidən böyük nə deməkdir? Yəni artmış çəki mg plus A-dır. Sükunətdəki çəki də mg-dir. Yəni bu deməkdir. Çəki nə zaman sükunətdəki çəkidən böyük olur? Yəni çəkin qiyməti artanda. Və çəki nə zaman artır? Əgər cisim şaqlı yuxarı yönəlmiş təzyiqlə hərəkət etsə. Əgər təcil yuxarı yönəlibsə, şaqlı yuxarı yönəlmiş təzyiqlə hərəkət etsə, çəkinin qiyməti artmış olur. Və nə zaman çəkisiz şəraiti var, yəni çəki yoxdur, çəkisiz şəraiti odur, çəki yoxdur, nə zaman yoxdur? Sərbəst düşdükdə. Sərbəst düşəndə çəki qiyməti sıfıra bərabər olmuş olur. Hədəfdə ilk mövzu birinci imtahanda çəki mövzusu yox idi, amma OTK-da var. OTK-ya gedən yoldaşlar üçün əhəmiyyətli məqamlardan biri ki, sərbəstləşmə. Sərbəstləşmədə çəkinin qiymətini sıfıra götürmüş olursunuz. Qollu tərəzi ilə kütlə ölçülür. Aydın üzü sən axtarma getdi. Yaxşı. 19-20 yoldaşda yenə P bərabər mg düzsünlə həll olunan suallardır. Yəni qiymətləri bir-birinə vurursunuz. Burada onsuz cavab görünür. 200 ona vurmaq və milli olduğu üçün 20 qram olacaq burada. Burada da yenə 70 ona vurarsınız. 700 milli newton olar. Yəni sadəcə P bərabər mg düzsünlə istifadə etməklə qiymətləri tapmış olursunuz. Çox rahat suallardır, düstur suallarımızdır. Və 21-də də cisim tərəfindən xəttkeşə hansı qüvvə təsir edir? Təbii ki, bizim mövzumuz adı çəkidir və cavabımız da çəki olacaq. İki dayaq üzərindəki xəttkeşin üzərində cisim qoyduqda xəttkeş əyilirsə, cisim tərəfindən xəttkeşə hansı qüvvə təsir göstərir? Yəni dayaq üzərində qoyulduğu üçün dayağa vasitə tətbiq olunan qüvvə çəki adlanır. Yəni cavabımız olacaq 21-də B variantı. Cisim bu xəttkeşə təsir göstərsə, bu dayaq yolundadır. Dayaq rolundadır
və cisim tərəfindən dayağa və yaxud askıya göstərən təsir qüvvəsi adlandı çəki. Yaxşı. Gəldi qrafikumuzə. Deyir ki, sürətdəki cismin çəkisinin onun həcmindən asılı qrafiki hansıdır? Demək yoldaşlar, düsturumuz P bərabərdir mg. M-in yerinə nə yaza bilərəm? M-in yerinə yaza bilərəm. Rho v. Kütlənin üstürü, sıxlıq həcmindən üstürü rho v. Olacaq rho v j. Düstur olacaq rho v j. Mən görürəm ki, çəki həcmindən necə asılı olur? Düz mütənsib asılı olur. Yəni cavabımız olacaq 22-də B variantı. Davam edək. Evet, səhifəmizdən. Burada da yəni 23-də də P bərabərdir mg. M-in yerinə yazıram rho vj, bayaqki düsturu. Görürəm ki, çəki sıxlıqdan da düz mütənasib asılı olur. Yəni 23-də də cavabımız olacaq nə? Bu A variantı. Yaxşı. 24 və 25 tipi suallar. Çəkinin artması, azalması. Bir-birinə bölmək. Misal 24-də deyir ki, cisim dayaqla birlikdə A1 təcili ilə şaqlı yuxarı hərəkətdə çəkiş işlə vardır. Şaqlı yuxarı hərəkətdə çəki nə idi? mg plus A idi. Yəni mg plus A olduqda birinci təcili ilə çəki artıb oldu mg plus A. Və deyir ki, çəkinin qiyməti 3 dəfə artdı. Yəni bərabər oldu. Çəki normalda nə idi? mg idi. 3 dəfə artdısa oldu 3 mg. Deməli, cisim şaqlı yuxarı yönəlibsə, daha doğrusu təcili ilə yuxarı yönəlibsə, A1 təcili ilə şaqlı yuxarı hərəkət edibsə, bu zaman düstur oldu mg plus A. Və çəkinin qiyməti artanda, yəni mg plus A olduqda çəkisi 3 dəfə artdı. Oldu 3 mg. Buradan da m'lər getdi, qaldı j plus A1 bərabərdir 3j. A1 bərabər nə oldu? 3j-dən çıxdıq şeyini 2j. A1 bərabər oldu 2j. Yaxşı. A2 təcili ilə şaqlı aşağı hərəkət etdikdə olacaq. M J çıxılsın A. A2 təcili ilə şaqlı aşağı hərəkət etdikdə M J çıxılsın A. Nəyə bərabər oldu? Çəkisi deyir ki, 3 dəfə azaldı. Oldu M J bölünsün 3. Deməli, şaqlı aşağı hərəkət etdikdə çəkisi 3 dəfə azaldı. M J çıxır A-dır. Şaqlı aşağı hərəkət etdi. Çəkisi 3 dəfə azaldı. Oldu M J bölünsün 3. Buradan da J çıxılsın A2 bərabərdir. J bölünsün 3. Burada da A2 nəyə bərabər oldu? J-dən çıxdım. J bölü 3. Bir də uşaqlar, burada şaqlı yuxarı, şaqlı aşağı deyir. Yəni müəyyən bir başdan sonra atma, yuxarı atma və yaxud aşağı atma söhbəti demirəm. Yəni şaqlı yuxarı hərəkət etdi, şaqlı aşağı hərəkət etdi. Bu temalardır. Yəni sərbəstləşmə, şaqlı aşağı atma, şaqlı yuxarı atma bunlarla qarışdırmayın. Deməli, buradan da A2 bərabər oldu. J çıxılsın, J bölünsün 3. Yəni nə oldu? 3-də 2 J. İndi A1 deməli 2J-dir. A2 bərabər 3-də 2J-dir. Deyir ki, bunları bir-birinə böl. A1 bölü A2 bərabərdir. 2J bölünsün 3-də 2J. Bu da bizə nə verəcək? 3. Deməli, nisbət nə oldu? Elə 3. 24-də cavabımız oldu A variantı. Sonra, davam. 26 metrdə uşaqlar eyni düsturlardır. Birində şaqlı aşağı, birində şaqlı yuxarı deyib və oradan kütləni istəyir. Misal üçün 26-da şaqlı aşağı deyirsə, yəni başqa bir şey demir, yeni yavaşlayan demir. Şaqlı aşağısı ilə M, J çıxılsın adı. Təcil onsuz da aşağı yönəlt deyir. İndi buradan kütləni tapanda, M-i tapanda M bərabər olur P bölünsün J çıxılsın A. P-nin qiymətini, yəni çəkin qiymətini bizə verir 36, J-si 10, təcili 8,
36-nı böləndə 2-yə nə oldu? 18. Deməli cavabımız nə olacaq? C variantı. Demək kütlə 18-ə bərabər olmuş olur 26-da. Sadəcə P bərabər mc çıxılsın, P bərabər mc plus A-dan m-in qiymətini tapmış olursunuz. Ustad 27-də mc plus A-dır. 27-də oxşar, 28-də də yenə yuxarı hərəkət deyir. Yuxarı hərəkətdə düsturumuz oxşar olacaq. mc plus A olacaq. Və deyir ki, cisim mc plus A ilə hərəkət etdikdə çəkisi 3 dəfə artır. Olur 3 mc. İndi buradan nəyi tapırsınız? M-lər getdi. J plus A nəyə bərabər olur? M-lər getdisə 3J-yə. A nəyə bərabər olur? 3J çıxılsın J, 2J. J-nin qiyməti 10 olduğu üçün olacaq 2 vur 10, yəni 20. Deməli, təcrin qiyməti nəyə bərabər oldu? 20-yə. Hə, gəldi bu havanın müqaviməti söhbətinə. Belə deməydim. Sənin seçəcəyin ixtisasdan asılıdır. Məqsəddən asılıdır. Yəni, informatika yönümlü ixtisaslar var, kimya yönümlü ixtisaslar var da, sudur. Misal üçün, indi informatika yönümlü ixtisaslar daha şeydir, populyardır. Daha yaxşı ixtisaslardır, sadəcə balı da daha yaxşıdır. Salam Elcan. Balı da daha yaxşıdır. Əgər 400 bal potensialındasansa, 400-dən yuxarı bal yığa biləcəksənsə informatika. Yox, 400-dən aşağı bal yığacaqsansa kimya. Tamam. 29. Uşaqlar, havanın müqavimət qüvvəsinin birbaşa düsturunu demək düzgün deyil. İstiqamətə görə tapılır da. Misal üçün, siz məndən həmişə bir neçə dəfə soruşursunuz. Mənim bu havanın müqavimət qüvvəsinin düsturu, nə bilim, dartı qüvvəsinin düsturu. Buna şərtə bağlıdır. Yəni, istiqamətə görə baxıraq. Misal üçün, bir cisim tezdən düşür aşağı. Hərəkət aşağıdır. Bu zaman havanın müqavimət qüvvəsi hərəkətin əksinə yönəlir. Havanın müqavimət qüvvəsi hərəkətin əksinə yönəlir, yəni yuxarı yönəlir. MC də onsuz həmişə aşağıdır. Yəni ağırlıq qüvvəsi, cismin ağırlıq qüvvəsi aşağı doğru yönəlir. Bir dənə planetdən mərkəzə yönəlirdi. İndi burada əvəzedici qüvvəni tapanda, təbii ki, qüvvələr əks istiqamət olduğu üçün çıxılır. Olur M, J çıxılsın F müqavimət. Yəni hərəkət istiqaməti aşağı olduğu üçün ə, əvəzedici qüvvə onsuz aşağıdır və əks istiqamətdə çıxılanda MJ-dən çıxacağım F müqaviməti. İndi burada görürəm ki, ə, müqavimət qüvvəsini tapanda, müqavimət qüvvəsini bizdən istəyir, sağ olsun. F müqaviməti tapanda MJ-dən çıxacağam F əvəzləyicini, yəni MA-nı. Əvəzləyici qüvvə ilə MA-dır da. İndi buradan F müqaviməti tapanda M, J, M, J çıxılsın A-nı olur artıq. M-i mütərizə xaricdən çıxartdıq. M 5-dir, J 10-dur, təcili neçədir? 6-dır. 5 vur 4, 20. Deməli, müqavimət qüvvəsi nəyə bərabər oldu? 20-yə bərabər oldu. İstiqamətlə tapırsınız. Qüvvələr əks istiqamətə yönələrsə çıxılır, eyni istiqamətə yönələrsə nə edirdik? Əvəzləyici qüvvəni tapanda toplayırdıq. Aydın onsuz blok balığınız çıxsın, sizlə söhbət aparılacaq. Sizinlə söhbət aparılacaq. Əgər görəcəklər, potensialınız yüksək bal olmadığı qənaətinə gəlsələr, valideynlə birbaşa söhbət deyəcəklər ki, bax budur da, yəni uşağın balı budur, məsləhət görmürük. Məsləhət görmürük informatikanın davam etməsini. Onlar ona görə də orada gələcək haqqında qəşəng söhbətlər olacaq. Yəni sən blokda az yığacaqsansa, məsələn blokda iştirak eləmədin, sağ olsun. Növbəti blokda az yığsan, görəcəklər ki, bu informatikada uşaq deyil. Ona görə də növbəti blokda bilinəcək. Növbəti blokdan az yığsan, o deyəcəklər ki, informatikaya yönümlü uşaq deyil. Valideynlə söhbət, səninlə söhbət ki, get kimya var.
Heç olmasa kimyadan baylıq deyəcəklər ki, bir yerə salaq. Blok imtahandan asılıdır. Deməli, 29 da belə getdi. Gəldi 30 və 31 tipi suallara. Müşfiq mənim səni gözləyir. 30. Bir-biri ilə iplə vasitəsilə bağlanmış iki cisim müəyyən F qüvvəsinin təsiri ilə yuxarı hərəkət edilir. Birinci cismin kütləsi M1 15 kilodur, ikinci cismin kütləsi 12 30 kilodur. İpin gəlmə qüvvəsi 350-dir. Bu zaman F qüvvəsi nəyə bərabərdir? Demək yoldaşlar, yuxarı doğru dartırsa mc plus A-dır, aşağı doğru dartırsa mc minus A-dır. Burada da yuxarı doğru dartdığı üçün mc plus A-dır və F gəlmə nəyə dartır ancaq? F gərilmə, yəni bu qüvvə F gərilmə nəyə dartır? Ancaq M2-ni dartır. Onda yazıram. F gəlmə bərabərdir kütləsi M2 J plus A. Yuxarı dartdığı üçün J plus A və ancaq M2-ni dartdığı üçün M2 J plus A. İndi buradan F gəlmənin qiymətini verib bizə 350. M2-nin qiymətini verib bizə 30. J plus A qalsın yerində. Əslində J-nin yerinə 10 qoya bilərəm. Sadəcə belə daha rahatdır. J plus A bərabərdir. 350-ni bölürəm 30-a. Olur nə? 3-də 35. Buradan da A-nı tapmayaq, elə saxlayaq. İndi bizə nə istəyir bizdən? Deyir ki, F qüvvəsi bəs nəyə bərabərdir? F qüvvəsi. Yaxşı, ikinci hissəyə baxırıq. F nəyi də artır? Həmişə sondakı hər ikisini də artır. Yəni F həm M1-i də artır, həm M2-ni də artır. 2 ilə kütləni də artır. F həm M1-i, həm M2-ni də. Yəni qatarın başı kimi fikirləşirsiniz. Arxadakı vaqonların ikisini də artır. Onda yazırıq. F bərabərdir. Həm M1-i dartdı, həm M2-ni dartdı. Yəni kütləsi oldu M1 plus M2. Vururam nəyə? Elə yuxarı dartdığı üçün J plus A-ya. İndi yoldaşlar. M1 plus M2 nəyə bərabərdir? Biri 15-dir, biri 30-dur. Cəmi oldu 45. J plus A-nı neçə tapmışıq? 3-də 35. Bu da bizə yekunda verəcək 525. Deməli, cavabımız oldu nə? C variantı. Bayaq dedi yoldaşlar, səbəbşəndə cismin çəkisi nəyə bərabərdir? Sıfıra bərabərdir. Dediyim kimi səbəbşmə söhbəti çəkidə vacib məqamlardan biridir. Tez-tez uşaqların çaşdırmaq üçün bu tip temalardan istifadə olunur və quizdə də belə bir sual vardı və bir neçə uşaq sağ olsun çaşmışdı. Bəziləri sabit götürmüşdü. Yəni P-nin M-dən asdığını sağ olsun belə götürənlər var idi, sağ olsunlar. Cavabımız olacaq D variantı. Çəkinin qiyməti sıfıra bərabərdir. Yəni sabit asılılıq teması düzgün deyil. Çəkinin qiyməti sıfıra bərabərdir çərşmədə. 32 cavabımız olacaq D variantı. Sonra 33. Şaqqa aşağı yönəlmiş cismin tərcüməti cismi çəksin. Yəni bu da çox rahat bir sualdır. P bərabərdir M J çıxılsın. Aynen normal qaydada tapırsınız da. Şaqqa aşağı yönəlib J M J çıxısından heç nə. Qiymətləri qoyursan yerinə. M-in qiyməti 7, J-si 10, təcili 5. Nə oldu? 35 Newton oldu. Yəni çəkin qiyməti nəyə bərabər oldu? 35-ə bərabər oldu. Bir dəqiqə pasda yoldaşlar gəlirəm. Salam Meylik, əvvəla salam, axşamınız xeyir. Anla, qaqa sən demədin, sən Ceyhun Bərdəlin qohumusan, qaqa onu demədin, demə. Hə uşaqlar.
Ə, Dərsi sağ olsun səni axtarma çeviriblər. Deməli, növbəti səhifəmizə indi baxırıq. Növbəti səhifəmizə. Aha, hə, burada nəsə təzə suallar görünür. Deməli, bu heç 35 uşaqlar aşağı yönəlmiş dediksə nə olurdu? Çəkin qiyməti azalırdı. Yəni müəyyən bir qiymətdən başlayaraq qiymət azalır və sıfıra qədər azalır. Təbii ki, A bərabər J olduqda qiymət nə olacaq? Sıfır olacaq. Yəni bu nöqtədə J-yə bərabərdir. Çünki P bərabərdir M J çıxılsın A-dır. Əgər A J-yə bərabərdirsə, artıq burada çəkinin qiyməti sıfıra bərabər olur. Deməli, çəkin müəyyən bir qiymətdən başlayaraq azalır, aşağı yönəlmədə. Yəni cavabımız olacaq 35-də B variantı. Normalda MJ qiyməti var idi və aşağı yönəlibsə olacaq MJ çıxılsına müəyyən bir qiymətdən başlayaraq, MJ qiymətindən başlayaraq qiymət azalır. 36-da da aşağı yuxarı yönəlibsə müəyyən bir qiymətdən başlayaraq qiymət artacaq. Yəni MJ qiymətindən başlayaraq qiymət artır və düstur olur MJ plus A. Yəni cavabımız olacaq 36-da C variantı. Aşağı yönəlmədə azalma, yuxarı yönəlmədə artma. Yaxşı, yaxşı. Bu tipli suallarda hansı halda əlifbdəki adamın çəkisi üçkənddə çəkidən böyükdür? Yəni çəki artıb. Çəki nə zaman artırdı? Yuxarıya yeyinləşən. Yuxarı yeyinləşəndə çəkinin qiyməti nə olurdu? Artırdı. 38-də də çəkinin qiyməti azalmasını soruşur. Kiçik isə deməli azalıb. Nə zaman azalırdı? Aşağı yeyinləşəndə çəkinin qiyməti nə olur? Azalmış olur. Davam eləyək. Bunun da qeyd kimi bayaq yazdırmışdım. Yuxarı yeniləşəndə, aşağı yavaşlayanda çəkini necə artıb azalmağa. Gəldi bu. Hə, bu təzə sualdır. 39, 40. 39. Kütləsi 100 olan cisim şaquli istiqamətdə yuxarı atılmışdır. Uçuş müddəti ərzində ona təsir ağırlıq qüvvəsi cismin çəkisi nəyə bərabərdir? Ağırlıq qüvvəsi son hədəf sınağına da düşmüşdü. Sağ olsun bəzi yoldaşlarımız yarıtdı. Ağırlıq qüvvəsinin düsturu həmişə mg-dir. Təcil verilsə belə çaşmırsınız. Ağırlıq qüvvəsinin düsturu həmişə mg-dir. M-i 3-dür, J-si də 10-dur. 3 vurulsun 10 elədi 30. Mən ağırlıq qüvvəsinin qiyməti 30-dur. Qaldı cavabda A ilə C. Yaxşı, çəki nəyə bərabərdir? Şaqili yuxarı yönəlmiş, şaqili istiqamətdə yuxarı atılmışdır. Yuxarı atılıbsa nə olacaq? P bərabərdir M J çıxılsın A. Bax, Cəmilə bayaq belə bir şey demişdi ki, niyə şaqili yuxarıda, aşağı aşağıda çəki sıfır olmadı? Çünki o atılma deyildi. O hərəkət idi, normal hərəkət idi. Artıq burada şaqili istiqamətdə yuxarı atıldı. Onda M J bax burada. A nəyə bərabər oldu? J-yə bərabər oldu. Çünki ağırlıq kütləsinin təsiri altında hərəkətdir və çəkinin qiyməti nə olacaq? 0 olacaq avtomatik. 0. Yəni cavabımız olacaq ağırlıq kütləsi 30, çəki 0. Yəni 39-da cavabımız olacaq C variantı. Deməli mən axırda başa düşmədim. Bir də zeylində Şaquli axırda. istiqaməti yuxarı atılıbsa, hansı qüvvənin təsiri altında atılır? Ağırlıq kütləsinin təsiri altında. Və ağırlıq kütləsinin təsiri altında atıldığı üçün təcil nəyə bərabərdir? Səbələşmə təcilinə. Çünki F əvəzləyici bərabər F ağırlıqdır. Yalnız ağırlıq kütləsi var. Və əvəzləyici qüvvənin yerinə yazıram MA, ağırlıq kütləsinin yerinə yazıram MJ. M-lər getdi, qaldı A bərabərdir J. Təbii ki, A bərabərdir J-dirsə, A-nın yerinə J qoyanda nə olacaq bu? Bu olacaq M J çıxılsın J. J-dən J-ni çıxsa 0 olmur. Deməli, çəki 0-a bərabərdir. Şaqili yuxarıda, səbəşmədə deməli nə oldu? Yuxarı atılmada. Səbəşmədə gördüm ki, nə oldu? Çəkinin qiyməti 0 oldu. Çünki A bərabərdir J-dir. MJ çıxılsın A olduğundan J-nin yerinə A yazıram. J-dən də J-ni çıxanda oldu elə 0-da. Eyni şey çıxmışam. Şaqili yuxarı atılma da ancaq ağırlıq var.
Olar. Niyə olmasın ki? Sükunət vəziyyətindəsə mg. İkisi də mg olurdu onsuz da. Dayaq üzərində bir cisim durubsa, elə sükunətdəsə mg, ikisi mg olur da. Çəki də mg, ağırlıq da mg. Bərabər olur bir-birinə. Misal üçün, misal üçün, misal üçün. 40-da da səvəşməni deyir artıq. Orada avtomatik onsuz da fərzi çəkin 0 götürəcəyik. Səvəşmədir. Çəki 0 onsuz və ağırlıqdır mg, kütləsi 2, j-si 10, ağırlıq da olur nə? 20. Təbəşmədir, çəki 0-dır. Yenə P bərabərdir M, J çıxılsın A. A-nın da yerinə J qoyuruq, səbəşmə olduğu üçün olacaq M, J çıxılsın J. Bu da olacaq 0. Səbəşmədə çəki 0-a bərabərdir. Ağırlıq kütləsinin qiyməti ilə mg ilə tapılmış olur. Y variantı bəli. Sonra gəldi bu 41-42 tipli suallarımıza yoldaşlar. Burada da yenə bayaqki kimi yuxarı yeniləşəndə dedik ki, nədir düstur? Yəni gəlmə qüvvəsi, çəki eyni düsturlardır. Yuxarı yeniləşibsə, birinci halda mg plus a-dır. Bərabər sürətlidirsə mg-dir. Yavaşyansa, əvvəlcə yuxarı qalxmışdı. Yavaşyansa yuxarı yavaşayan mg çıxılsın a-dır. Deməli, mg plus a, mg çıxılsın a. Ən böyük qiymətini T1-də aldı. Sonra T2-də, sonra da T3-də, 41-də cavabımız olacaq B variantı. 42-də də həmin temadır. Aşağı deyir, aşağı enib. Bu zaman aşağı yeniləşəndir birincidə. Onda çəki M, J çıxısına olur. Bərabər sürətlidə çəki olur elə MJ, təcrid yoxdur. Yavaşlayan, amma aşağı yavaşlayanda mənfiyə dəyər müsbət olur. M, J plus A-dır. Deməli, ən böyük qiymətini 3-də alır. Sonra 2-də, sonra 1-də. Yəni, cavabımız olacaq 42-də Y variantı. 43 də təzə sualımızdır. Hansı hərəkət zamanı cisim çəkisi halında olur? Nə zaman çəkisi halında olurdu? Üfüqat olduqda, sərbəst Yalnız şəkildə, şaquli yuxarı. Sizcə hansıdır cavab? yalnız 2. Səhvdir. Düz cavab yoxdur. Düz cavab yoxdur. Bəli, hamısı. Müəyyən yüksəkdən üfüqə atıldıqda da yerə düşəcək, səbəb şüddətdə də yerə düşəcək, şaquli atıldıqda da yerə düşəcək. Hər ikisində, hər üçündə çəkinin qiyməti sıfıra bərabərdir. Burada da şaquli yuxarı atıldıqda da bayaq dediyi elə A bərabər J olduğu üçün çəki 0 olur. Səbəb şüşəndə də A bərabər J olduğu üçün çəki 0 olur. Şaquli aşağı atıldıqda da yenə çəkinin qiyməti 0 olacaq. Çünki A bərabərdir J-dir. Yəni hər üç hal aydındır. Hər üç halda çəkinin qiyməti 0 olmuş olacaq. Bu səfə də belə getdi. Təkrarlamaq lazımdır, Cəmilə, təkrarlamaq lazımdır. Deməli, bunlar heç, bunlardan dedim.
Hə, 50-46. 50 kilo kütləli paraşütü düz xətti bərabər sürətlə hərəkət aşağı düşür. Havanın müqavimət qüvvəsinin qiyməti nəyə bərabərdir? Bayaqki temadır bunlar. Birini işləsə, yenə müqavimətdən danışsa 46. Cisim aşağı düşür. Hərəkət istiqaməti aşağıdır. MG də aşağıdır. Bu zaman müqavimət qüvvəsi hərəkətin əksinə yuxarı yönəlir. Onda əvəzedici qüvvəni tapanda əks istiqamətli qüvvələr nə olur? Çıxılır. MG çıxılsın net müqavimət. Düzüm. Bir tema var ki, buradan səndən müqavimət qüvvəsinin qiymətini istəyir. Müqavimət qüvvəsinin qiymətini istəyir. Və bu tema ilə bilməlisən ki, bərabər sürətli hərəkətdə əvəzedici qüvvə onsuz da sıfırdır. Bərabər sürətli hərəkətdə əvəzedici qüvvə sıfırdır. Ona görə də müqavimət qüvvəsi elə mg-yə bərabər olur. Bu qüvvələr bir-birinə bərabər olmalıdır ki, əvəzedici qüvvə sıfır olsun. Deməli, müqavimət qüvvəsi nəyə bərabər oldu? mg-yə. M 50, J-si də 10 olduğu üçün qiymət oldu 500 Newton. Yəni cavabımız olacaq 46-da B variantı. Deyəsən bu təzə daxil olur. Deməli, aşağı doğru çəkən qüvvə, yuxarı doğru çəkən qüvvəyə bərabər olmalıdır ki, əvəzedici qüvvə 0 olsun. Cisim bərabər sürətlə hərəkət edəsin. Ona görə də biz müqavimət qüvvəsini elə mg ilə tapmış olacağıq. Müəllim, hardan bildiniz ki, əvəzləyici qüvvə sıfıra bərabərdir? Yuxarı atıldıqda Cəmilə mən demədim mg plus A-dır. Dedim ki, yuxarı hərəkətdə, yuxarı hərəkət edirsə, dayaqla birlikdə mg plus A-dır. Şaquli yuxarı atma, şaquli aşağı atma, yuxarı atılma, yuxarı hərəkət, aşağı hərəkət deyil. Şaquli yuxarı atılmada, şaquli aşağı atılmada, sərbəşmədə A bərabərdir J olur. Ona görə də çəkinin qiymətini biz A bərabər J olduğu üçün, P bərabər mg çıxılsın A olduğu üçün A-nın yerinə J qoyduq, çəkinin qiymətini götürdük 0. Yəni Müəllim, şaquli yuxarı hərəkətlə, şaquli aşağı hərəkət, şaquli yuxarı atma, şaquli aşağı atma bunlar başqa-başqa şeylərdir. Bu sənin sualın. İndi növbəti şəxsin sualı nə idi? Aydın müəllim. müəllim, bəli, F əvəzləyici qüvvə hardan bildiniz ki, sıfıra bərabərdir? F əvəzləyici oradan bildim ki, 0 bərabər, sənin başın batmasın. Düz xətti bərabər sürətli hərəkətdə biz demişdik ki, sürət sabitdir. Sürət sabit olduğu üçün təcil yoxdur. Çünki təcil nə zaman olurdu? Sürət dəyişəndə. Təcil yoxdursa, qüvvə də yoxdur. Əvəzləyici qüvvə 0-a bərabərdir. Orada yazıb, düz Allah xətti bərabər sürətli hərəkət yazıb orada. Düz xətti bərabər sürətli. Düz xətti bərabər sürətli. Düz xətti bərabər sürətli hərəkət əvəzləyici qüvvə 0-dır. Belə bir qəşəng bir qeyd də yazmışdım lövhəyə. Yadındadırmı? Bərabər sürətli nə? hərəkət aid. Yadında deyilsə, uşaqlar qrupa təzədən atarlar şəklini. Atanlar inşallah. İnşallah. 48. Yükü şaquli qaldıran zaman kanatın gəlmə qüvvəsi ağırlıq qüvvəsinin 3 dəfə böyükdür. Yükün təcilini tap. Yuxarı qaldıran zaman, yəni şaquli qaldıran zaman, atılma demir, qaldıran zaman deyir. Şaquli qaldıran zaman mg plus A. Bu deyir ki, kanatın gəlmə qüvvəsindən 3 dəfə böyükdür. Yəni 3 mg-dir. Gəlmə qüvvəsi normalda ağırlıq qüvvəsi 3 mg-dir. mg-dir. 3 dəfə böyüksə olacaq 3 mg. İndi m'lər getdi yenə J plus A bərabər oldu 3J, A bərabər oldu 2J. Biraz yavaş qoyardım da o A-nı. Bərabər 2J tutdum hamısını. Ədədi görmürəm. O hansı ədəddir? Deməli 2J də 10, o da eləyəcək 20. Deməli cavabımız olacaq 20. Yəni A variantı. Bu da belə getdi. Deməli qaldıran zaman mg plus A-dır. Atılanda bəli 0 götürdük. Şaquli yuxarı atılanda biz onu 0 götürdük. Deməli, hardan yazmaq olur bilmirəm. Yazanlar yazır. Deməli, cismi 2 metr bölü saniyə kvadrat təcili ilə qaldıran zaman trosda yaranan gəlmə qüvvəsinin, onun həmin təcili ilə endirdikdə yaranan gəlmə qüvvəsinə nisbətini deyir tap.
Deməli yoldaşlar, qaldıran zaman mc plus a, endirən zaman mc minus a. İndi bunları bir-birinə böl deyir. M j plus a qaldırdı. M j minus a endirdi. Bunları deyir ki, bir-birinə böl. M'lər getdi, qaldı nə? J plus a bölünsün j minus a. Bir dəfə j'nin 10'dur, təcili 2'dir. Bir dəfə 10 təcili 2'dir. Bu da bizə nə verir? 12 bölünsün 8, yəni olur 1/5. Yəni cavabımız olacaq 49'da B variantı. Sonra gəldi bu 50'yə, bizdən təzyiq qüvvəsini istəyir uşaqlar. Təzyiq qüvvəsidir, reaksiya qüvvəsidir, çəkidir, gəlmə qüvvəsidir. Bunlar hamısı eyni kassəli qüvvələrdir, yəni şərtə uyğun olaraq. Sadəcə burada da təzyiq qüvvəsi bizdən soruşursa, bu elə çəki düsturu ilə gedə bilərik. Yəni aşağı istiqamətdə gedir və yeniləşən isə elə m j çıxısının adından istifadə edəcəm. Yəni aşağı yeniləşəndə m j çıxısına idi. Və bu zaman təzyiq qüvvəsi, yəni 50-də yazıram F təzyiq bərabərdir m j çıxısına. Buradan da m-i tapanda kütləni təzyiq qüvvəsini böləcəyəm elə j çıxısınaya. Təzyiq qüvvəsi 140'dır, j 10'dur, təcil 3'dür. Bu da bizə verəcək 20. Yəni cavabımız olacaq 50'də Y variantı. 51 də elə eyni düsturdur. Orada da m j plus a olmuş olacaq. Dediyim kimi yoldaşlar, cisim aşağı yuxarı atılıbsa, təcil həmişə aşağıdır. Yuxarı atılanda da, aşağı atılanda da, səbət düşəndə də təcil həmişə aşağıdır. Çünki ağırlıq kütləsinin təsiri altında hərəkətdir və ağırlıq kütləsi aşağı doğru yönəldiyi üçün təcili, səbəşmə təcili aşağı doğru olur. Və bu zaman çəki həmişə burada mg sıx aynen hesablanır. Çünki təcil aşağıdır. Yuxarı atılanda da, aşağı atılanda da, səbət düşəndə də təcil aşağıdadır. Ona görə mg çıxısına olur və yalnız ağırlıq kütləsinin təsiri altında hərəkət olduğu üçün əvəzedici qüvvə ağırlıq kütləsinə bərabər olur və ma bərabərdir deməli mg-yə, a da bərabərdir j. Buradan da a bərabər j olduğu üçün, ikisi də eyni ədəd olduğu üçün eyni ədədləri çıxanda qiymət olur 0. Yəni bütün hallarda gördüyümüz qədərilə çəkinin qiyməti 0 olur. Təbii ki, atılma söhbətlərində, səbəşmədə, atılma söhbətlərində çəkinin qiyməti 0 olur. Yuxarı hərəkət etməklə aşağı hərəkət etmək başqa bir temadır. Atılma başqa bir temadır. Biz bu atılmaları ağırlıq kütləsinin təsiri altında hərəkət deyirik. Yəqin ki, Cəmilə gördü. Mən ona üçün yazdım təzdən. Deməli, bu belə. Sonra mən neçədə qalmışdım mən. 52 müəllim, 52'də başlayırıq. 52'dən başlayır. Hə, qrafik qurma. Qrafik var daha doğrusu. Deməli, çağrı istiqaməti aşağı gedən liftin sürətinin modulunun zamanlas qrafiki verilmişdir. Hansı zaman intervalında liftdəki sərnişinin çəkisi onun çəkisindən kiçikdir? Nə zaman kiçik olurdu? Çəki azalır, mg çıx olur. Bax, aşağı deyir. 0 T1 nədir? Yeniləşəndə sürət artır. Və aşağı hərəkətdir. Aşağı yeniləşəndə çəki azalır. Düzdür. Mg çıx olur, çəki azalır. Bu düzdür. T1, T2 bərabər sürətlidir. Çəki də olduğu kimi qalır. Mg qalır. Yəni bərabər olur. Bu mg çıxardı, azaldı. Bu olduğu kimi qaldı mg. T2, T3-də isə C variantını götürən zəhmət olmasa onu silsin. T2, T3-də isə aşağı biabır olmayaq. T2, T3-də isə aşağı yavaşlayandır. Sürət azalır burada. Yavaşlayandır. Və biz demişdik,
Aşağı yavaşlayanda mənfi müsbət olur, çəki artır. Yəni olur mc plus a. Yəni fikir etmək lazımdır. Bu cisim aşağı hərəkət edib, yoxsa yuxarı hərəkət edib. Buna fikir etmək lazımdır. İndi burada da gördüm ki, nə zaman kiçik oldu? 0T1-də. Yəni cavabımız olacaq 52-də B variantı. 0T1-də çəkinin qiyməti nə oldu? Azalmış oldu. Ha, ana görə deyil. Deməli, davam eləyək. Bunlar da bayaq dedik bu tipi sualları 27-28 nəsə ona oxşardı. 55. Bu da bir nəfər üçün tanış gəlir bu sual. Bayaq mənə vermişdi. Aşağı hərəkətdir, aşağı hərəkətdir və deyir ki, bərabər yeniləşəndə. Biz dedik, aşağı bərabər yeniləşəndə çəki nə olurdu? Azalırdı. Mənfi anlayış, müsbət anlayış. Yəni, mənfi, müsbət, mənfi. M, J çıxısını alır burada. Bərabər sürətlidə elə mj olur, təcil yoxdur, a yoxdur. Bərabər yavaşlayanda isə aşağı bərabər yavaşlayan mənfi anlayış, mənfi anlayış olur. Mənfi mənfiyə dəyər müsbət olur. O olur mj plus a. Ən böyük qiymətini 3-də alır, 2 ortadır, 1 də əksidir, P3 P2-dən böyükdür, o da P1-dən böyükdür. Yəni cavabımız olacaq 55-də A variantı. Lip məsələləri oxşarlı 8 sizi qorxutmaz. 8 sizi qorxutmasın. Gəldik son səhifəmizə. Hə, bu sualda yenə həmişə verilən sualdır. 57. 8 kolluq bir cisim var. Bunun normalda çəkisi P bərabərdir mj, yəni 80-dir. 80-dir, 80-dir. İndi baxın da necə deyirsiniz. 80-dir, 80. İndi əgər birinci halda görürsünüz çəkinin qiyməti azalıb, olub P1 64. Nə zaman çəki azalır? M, J çıxısının adı. Yazıram, M, J çıxısına bərabərdir 64. Burada nəyi tapıram? Kütlə 8-dir, J 10, təcil tapıram A-nı. A-nın qiyməti olur 18, 2. İkinci halda çəkinin qiyməti 96-dır. Nə zaman çəki artır? Yəni 80-dən qalxıb 96-ya M, J plus A-da. MJ plus A nəyə bərabərdir? 96-ya. Buradan da M-in qiyməti yenə 8, J 10, təcili A. Burada da yenə təcilin qiyməti olur 2. Sadəcə birində mənfi, birində müsbət söhbətidir. İndi bunu da biz istiqamətlərə görə fərqləndirəcəyik. İkisi də 2 oldu. 2 oldu. Normalda deyir ki, aşağı hərəkət edir. Nə zaman MJ çıxa olacaq? Aşağı yeniləşəndə. Aşağıdırsa və yeniləşibsə, biri mənfi anlayış, biri müsbət anlayış, mənfi müsbətə dəyər müsbət olur. Mənfi olur. Onda M, J çıxısına olur. Deməli, birinci yeniləşir. İkincidə isə aşağıdır və MJ plus A-dır. Nə zaman MJ plus A olacaq? Aşağı yavaşlayan. Aşağı mənfi anlayış, yavaşlayan mənfi anlayış, mənfi mənfiyə dəyər müsbət olur. Onda çəki artır, MJ plus A olur. Deməli, birinci 2 metr bölü saniyə kvadrat təcrüblə yeniləşir. İkinci 2 metr bölü saniyə kvadrat təcrüblə yavaşlayır. Birinci yeniləşən, ikinci yavaşlayan və təcrübələrin qiyməti 2. Cavabımız olacaq 57-də B variantı. Bu bizim qapalı suallarımız. Heştat. Deməli, mənim şəklimlə kim girib? Bütün Aydın profil foton nə gözəldir Aydın. Deməli, zoom atmayacaq. Pulumuz sağ olsun. Deməli, 58.
Mhm. Bu da təzə sualdır, maşallah. İplərdən M1 100 kilo və M2 5 kilo cismlər arasında T1 və T2 gəlmə qüvvələri üçün hansı ifadələr doğrudur? Aha. Deməli, burada necə gedir? Bu təzə sual, qəşəng sual oxşuyur. İplərdən 2 dənə kütlə asılıdır, T1, T2. Deyir ki, T1 neçədir, T2 neçədir? T1 nəyi dartır? Dartma kimi baxırıq da. T1 nəyi dartır? T1 həm dartır M1-i, həm də M2-ni. Düzdürmü? T1 üçün belə bir şey yaza bilərik də. T1 bərabərdir. Həm M1-i dartır, həm M2-ni dartır. Kütlələri. Vurulur nəyə? J-yə. Simər asıldı. Aha. Onda nə olacaq bu? M1 3-dür, M2 5-dir. Onda 3 plus 5 8. J də 10. Bu bizə nə verdi? 80. Deməli T1 80-dir. T2 isə yəni dartır ancaq. Yəni nəyi saxlayıb ancaq? M2-ni saxlayıb. Olacaq M2 vurulsun J. M2-si 5, Y-si də 10. Bu da nə verəcək? 50. Deməli T1 oldu 80, T2 oldu 50. Cavabımız olacaq 58-də 2 ilə 3. Sadəcə burada baxdım dartmaya. Yuxarı hərəkət etməyib də. Şey saxlayıb. Hazırda saxlayıb. Təcil yoxdur burada. Hələ MJ. Cisimləri açıb burada, elə saxlayıb. Yəni hərəkət yoxdur. Yəni saxlayıb orada. Sonunda şey var da burada. Təpəməz bir blok var. Askı var. Nəsə belə bir şey var burada. Yəni saxlayıb bunu. Sonra davam. 59. Burada da sadəcə bizdən soruşur. Şaquli karamış təzyiqlə hərəkət edən liftin döşəməsində olan cisim üçün hansı ifadə doğrudur? Cismə təsirin ağırlıq kütləsi artır, artmır. Ağırlıq kütləsi həmişə mg'dir. Ağırlıq kütləsi dəyişməyəcək. Mg'dir. Kütlə dəyişmirsə ağırlıq kütləsi dəyişməz. Çəki artır. Çünki şaquli yuxarı yönəlmiş təcildirsə çəkinin üstü olur mg plus a. Bunda çəkinin qiyməti artacaq. 2 və 4 ifadəsi doğrudur. Ağırlıq kütləsi həmişə mg'dir. Ağırlıq kütləsi dəyişməz. Təcili söhbətdə dəxlisi yoxdur. Təki isə mg plus a-dır. Artacaq. 60 şaquli aşağı yönəlmiş təcili hərəkət edən liftdə isə yenə ağırlıq kütləsi dəyişməz. Yəni mg'dir həmişə. Aşağı yönəlmiş təcili olduğu üçün çəkinin qiyməti azalacaq. Olacaq mg çıxılsınlar. Yəni cavabımız olacaq 60-da 2 ilə 5. Bunlara da fikir verirsiniz, ağırlıq kütləsini mg ilə götürürsünüz. Onlayn təzə yada düşənlərdir. Davam. Bu da nə deyir? Bu da təzə sualdır. Üfüqi səthdə yerləşən kütləsi 10 kilo olan cismin şaquli hərəkəti zaman çəkisi ona təsir edən ağırlıq kütləsindən 20 Newton çox olmuşdur. Aha, qeyd edək. Üfüqi bir səthdir və çəkinin qiyməti normalda çəki düstur 10-dur. Hə, qiymət 10-dur, kütlənin qiyməti 10-dur. Çəki deməli ağırlıq qüvvəsindən nə qədər çox olub? 20 Newton çox olub. Aha. Hərəkətin xarakteri və təcilin qiyməti üçün ifadələrin hansılar doğrudur? Çəkinin qiyməti artıb. Yəni normalda ağırlıq kütləsinin qiyməti nə qədərdir? mg. Yəni 10 vurulsun 10 100-dür. Çəki isə bundan deyir 20 Newton çoxdur. Çəkinin qiyməti 10-da oldu. 100 plus 20 120 oldu. Onda cisim şaquli yuxarı hərəkət edir də. Yuxarı bərabər yerləşən çəki qiyməti artıb da. Yəni ağırlıq kütləsindən çoxdur. Çəki qiyməti artıb, mg-dən çoxdur. Onda cisim şaquli yuxarı bərabər yerləşən hərəkət edir. Bir doğrudur. Bir doğrudur. Biri ciddə.
O birilərə baxaq. Yuxarı bərabər yavaşlayan olmaz onsuz da. Onda azalacaqdı. Da nə deyir? O birilərə nə deyir görəm. Aha. Aşağı getsəydi, hə, aşağı getsə, aşağı bərabər yavaşlayanda çəki artar. Yəni 4 də doğrudur. Bizə demir də aşağı yuxarı. Yuxarı bərabər yeniləşəndə çəki artar, aşağı bərabər yavaşlayanda çəki artar. Yəni 4 də doğrudur. Yaxşı, bunun təcili nəyə bərabərdir? Yəni nə zaman 120 olar? Məsəl üçün m j plus a bərabərdir 120 götürsək, buradan təcili tapırsan. M-i 10-dur, j-si 10-dur, təcili bilmirəm, bərabərdir 120. 10 plus a bərabərdir 12, a olur 2. Deməli, təcili qiymət nəyə bərabər oldu? 2-yə bərabər oldu. Deməli, cavabımız olacaq 1, 4 və 5. 1, 4, 5. Rahat sual. Çətin bir şey yoxdur. Çətin bir şey yoxdur. Qüvvələrin işimiz bitməyəcək. Təsəvvür edin ki, təsəvvür edin ki, bundan sonra nə gəlir? Sürtmə qüvvəsidir. Sonra bunu qüvvə momenti, sonra qüvvə impulsu, mexaniki işdə də qüvvə var. Sonra təzyiq qüvvəsi, təzyiq. Sonra hidrostatik təzyiq. Sonra burada Arximed qüvvəsi. Arximed qüvvəsi dəhşət bir təzyiqdir. Təzyiqlərin babasıdır Arximed qüvvəsi. Qüvvələrin babasıdır Arximed qüvvəsi. Sonra gəlir imkanında yox, imkanında da təzyiqdən danışarıq biraz. Termodinamikada yox, doyan buxarda yox, biraz rahatlaşacaq o hissələrdə, qüvvədən danışmayacağıq çox da. Sonra gəlir mayelərin səthi gəlmə qüvvəsi. Birinci bölmə belə getdi. Və birinci hissə belə getdi. İkinci hissədə yenə qüvvələrdən danışacağıq. Yəni qüvvələr fizikanın göz bəbəyidir. Qüvvələrsiz fizika mümkün deyil. İmpulsda da qüvvə var. Bəli, qüvvə impulsu var. Qüvvə impulsu var. Qüvvədir, təcildir. Bunlar fizikanın göz bəbəyidir. Qüvvə, təcil, sürət. Üçü. Qüvvə, təcil, sürət. Bunlarsız mümkün deyil fizika. 62. 100 litr mayenin çəkisi 600-dür. Mayenin sıxlığını deyər hesabla. Bu da rahat sualdır. Təzə sualdır. P bərabər mj. Buradan m-i taparam. M bərabərdir P bölünsün j. Çəkinin qiyməti 600-dür. Bölərəm j-nin qiyməti də 10-a. Kütlə deməli 60-dır. Təsəvvür sonra danışaram. Kütlə 60-dır. Buradan sıxlığı tapanda ρ bərabərdir m bölünsün v. Sıxlığı tapanda. M 60'dır. V'si də bax burada fikir verin. 100 litr. Biz demişdik ki, litrdən metr kubət səviyyədə nə edirdik? Qiyməti 1000-ə bölürük. Yəni litrdən metr kubət səviyyədə qiyməti 1000-ə bölürük. Yəni 10 üstü 3-ə vurmaq deməkdir, 1000-ə bölmək. Bu bizə verəcək 10-da 1. Yəni belə bir şey yazıram da 100 bölünsün 1000. Bu bizə verir 10-da 1. Litrdən metr kubət çevirməliyəm həcmi tapanda. Çünki cavab metr kublandır. Ona görə də 1000-ə bölürəm. Olur 10-da 1. Və 60-ı 10-da 1-ə böləndə olur 600. Yəni 60-da cavabımız oldu neçə? 600. Zaman da bəli, zaman da önəmlidir. Zaman da önəmlidir. 63-də də birinci hissədə, ikinci hissədə, üçüncü hissədə görək, birinci hissədə hərəkətə baxacaqsınız da uşaqlar. Birinci hissədə hərəkət yeniləşəndir. Yeniləşən qrafikidir və hərəkət yuxarıdır. Yuxarı yeniləşəndə çəki artır. Və çəki artdığı üçün, yəni birinci hissədə çəki artdığı üçün çəkinin qiyməti sükunətdəki çəkidən, yəni mj-dən böyük olur. Yəni 1-ə uyğundur A variantı. 2-də isə xətti aydın görməyənlər üçün burada yazıb. 2-də düz xəttdir. Və bu düz xətti bərabər sürətli hərəkətdir. Düz xətti bərabər sürətli hərəkətdə çəkinin qiyməti olur elə mj.
Yəni ağırlıq kütləsinə bərabər olur. Sükunətdəki çəkiyə bərabər olur. P0. Sükunətdəki çəkiyə bərabər olur. Ağırlıq kütləsinə bərabər olur. Yəni cismin çəkisi onun sükunətdəki çəkisinə bərabərdir. 2 uyğundur C. 3-də isə təpəyə qalxma kimi baxırıq. Təpəyə qalxanda nə olurdu? Sürət azalırdı. Yavaşlayan. Yavaşlayanda, yuxarı yavaşlayanda çəki azalır. Olur M, J çıxılsınlar. Yəni kiçik olur qiyməti. Yəni B variantı uyğundur. Bir də uşaqlar, artan təcil temasını heç vaxt götürmürük burada. Çünki bu bərabər təcil hərəkətdir. Təcil artıb azala bilməz. Yəni Y variantını götürmürsən, artan təcili götürmürük. Qaldı D variantı. Lift yuxarı yönəlmiş sabit təcil hərəkəti. Yəni təcil yuxarıdır. Təcil nə zaman yuxarı olurdu? Çəki artanda, yəni yeniləşəndə. Yəni burada artdı çəki. Burada artdığı üçün, birincidə artdığı üçün çəki, biz bunu birinci yazırıq. 1-ə A, D, 2-yə C, 3-ə də B variantı uyğun gəlir. 3-ə də B variantı uyğun gəlir.